Herkese salam. Bu mənim YouTube'da ilk uzun videomdur. Əslində mən bu videonu Instagram Reels formatında çəkmişdim və daha çox o formatda, yəni Reels formatında paylaşımlar edirdim. Ancaq qərar verdim ki, bu dəfə YouTube'da da videolar paylaşım. Ona görə də görüntü bəzi yerlərdə yaxınlaşdırılmış görünə bilər və fərqindəyəm ki, çox peşəkar da deyil. Ancaq çalışacağım ki, növbəti videolarda həm görüntünün keyfiyyəti, həm də çəkiliş tərzinə daha da yaxşılaşdırım. Bu videoda Temudan sifariş etdiyim 22 məhsulu birlikdə açırıq. Ümumilikdə 100 manat xərcləmişəm və burada ən maraqlı məqam odur ki, normal qiyməti 37 manatda olan o elektron tərəzini mən pulsuz əldə etdim. Necə əldə etdiyimi də ilərləyən dəqiqələrdə sizə deyərəm. Hazırda açdığım paket səyahət üçün olan kiçik orqanizerlərdir ki, bunlara mən bəzilərinə krem, bəzilərinə şampun, duş geli, misellar su, hətta biri var orada sprey kimidir, əvvəldə göstərdim. Onu ətir belə doldurmuşdum. Yəni çox kiçik ölçüdə olduğuna görə çox rahat olmuşdu. Birini özümə almışdım, birini qaynanama. Bu təmizlik üçün olan vasitələr, bunlar da münasib qiymətə almışdım. Qiymətlər indi yadımda deyil, hər birinin qiymətini ayrı-ayrı paylaşaram. Yəni həm şəkil formasında, həm də onun kodunu, məhsulların kodlarını paylaşaram. İstəyən olsa sifariş eləsin rahatlıqla. Deməli, bu fırçaları həm mətbəxdə, həm də hamamda çox rahatlıqla istifadə edirəm. Yəni mənim işimi görür. Hansı ki o əlimlə rahat təmizləyə bilmədiyim, yəni parça ilə, bezlə ya da süngərlə təmizləyə bilmədiyim yerləri bu fırçalar çox rahat təmizləyir. Bəzən yubka don geyinəndə ki, o küləkli hava olanda, ya da ki, adi normal havalarda da görürsünüz ki, o yubka ayağın arasına girir, pis görüntü yaranır. Bu onun qarşısını alır əslində. Mən yanlışlıqla bundan ikisini sifariş eləmişəm, ancaq fərqli məhsullar, eyni məhsul yox. Birini qaytardım, birini saxladım. İndi hansını ki saxladım, onun kodunu və şəklini yerləşdirərəm, qiymətini də yerləşdirərəm. El kodunu yerləşdirsəm bəs əslində rahat taparsınız. Birincini qaytardım. Bu isə saxladım. Bu ondan daha qalındır. Həm də bunun ondan fərqi odur ki, beli manjeti kimidir. Baxın, burada göstərirəm. Qarnı yığır. Bu çantanı mən sifariş elədim ən uyğun qiyməti olanını. Bir də Temuda bir funksiya var ki, hansı məhsulu istəyirsinizsə onun ən uyğun qiyməti, yəni ən aşağı qiyməti olanı da, ən yüksək qiyməti olanı da tapıb çıxarır. Onu da başqa bir videoda sizə göstərərəm, yəni izah eləyərəm o da necə olur. Bunu da elə almışdım, ancaq şəkildəki ilə heç əlaqəsi yoxdur. Bunun həm parçası nazikdir, həm düyməsini bağlayanda orada görürsünüz, düymənin izləri görünür, həm qəribə bir qoxu gəlirdi. Bu başlıqları da taxmaq üçün, yəni taxmaq rahat deyil də, bu nə vaxtsa çıxardı, yəni mən onu bəyənmədim o hissəsində. Bunu qaytardım. Bundan biraz daha yüksək qiyməti olanını aldım, o yaxşı çıxdı. Bu kəmər iki tərəfli kəmərdir. Həm qara tərəfini istifadə edə bilərsiniz, həm də ki qəfəyi olan tərəfini. Mənim qara kəmərim var, bundan biraz qalındı. Bu nazik tərəfinə heç istifadə eləməmişəm düzü əslində, amma keyfiyyəti yaxşıdır. Yəni vau deyəcək qədər də yaxşı deyil, amma idarə etmək olar, yəni yaxşı kəmərdir. Daha çox qəfəyi tərəfini istifadə edirəm mən. Burada kəmərin necə bağlandığını göstərirəm. Yəni düymə kimidir. Basırsınız, oradan rahat keçir. Yəni çox əziyyət çəkmədən rahat bağlamaq olur. Bu balaca çantanı, çanta deyim də, nə demək olar başqa, bu balaca çantanı gigiyenik vasitələri qoymaq üçün almışdım, amma bunu da bəyənmədim. Keyfiyyəti xoşuma gəlmədi, bunu da qaytardım. Ümumiyyətlə, Temu haqqında sizin hər hansısa bir sualınız varsa, yorumlarda yazın, mən sizin üçün video çəkim. Və yaxud da ki, sifariş eləmək istəyirsinizsə, əgər sifariş eləmək qaydasını bilmirsinizsə, o haqda da video çəkə bilərəm. Ümumiyyətlə, sizə nə maraqlıdırsa yazın. Telefon üzlüyünü bəyəndim, keyfiyyəti yaxşı idi, uzun müddətdə işlətdim. Mənfi tərəfi o idi ki, üzərindəki print idi, yəni möhkəm cızılmalar olanda o kəpənəklər silinə bilirdi. Bir də mən xoşlayıram ki, kapronu uzun müddət istifadə edeyim, yəni tez-tez kapro dəyişməyə xoşlamıram. Yəni mənim üçün əlverişlidir. Bu çantanı da qaytardım. İndi deyəcəksiniz ki, bayaqdan deyirsən hər şeyi qaytardım. Amma keyfiyyəti yaxşı deyil idi. Yəni keyfiyyətini bəyənmədim. İndi göstərəcəm, zamoqun bağlanma hissəsi əyri qalır. Həm də xatırlamıram, içində idi yoxsa çölündə idimi? Çölündə olar yəqin ki, içində olsa çox da fikir vermərəm. Çölündə yazı izi var idi bu.
göy qələm dəymişdi sanki. Sanki yox, göy qələm idi, yəni yazı izi var idi. Buradan kameradan görünmür. Mən də yaxınlaşdırıb göstərməmişəm heç. Sonradan baxanda gördüm ki, hə, ya həm də yazı var. Zaten yazı olmasa belə keyfiyyətini bəyənməmişdim, qaytarasıydım. Aranızda əgər Temudan heç sifariş eləməyib, amma sifariş eləmək istəyənlər varsa, mən sizə kod yerləşdirərəm aşağıda açıqlamada. O koda daxil olaraq Temunu yüklüyürsünüz, amma bu mütləqdir ki, Temu telefonunuzda olmamalıdır, yəni application telefonunuzda olmamalıdır. Temunu linkə daxil olub yükləməlisiniz və elə sifariş eləməlisiniz endirim üçün. Əgər ki, Temunu yükləmişsiniz daha öncə, qeydiyyatdan keçmişsiniz, amma sifariş eləməmişsinizsə, o zaman yenə də endirim keçərli deyil. Keçərli olması üçün siz başqa nömrə ilə və yaxud da ki, başqa e-mail ilə yenidən qeydiyyatdan keçməlisiniz. Bu dırnaq üçün olan alətlərdir. Əslində yaxşı idi. Sadəcə şəkildəki ilə uyğunluq yox idi deyə. Yəni şəkildə daha çox alət var idi bunun içərisində. Amma burada az gəldi mənə. Bu aldatma olduğuna görə bunu da qaytardım. Bu isə diş fırçalarını, pastasını yaxud da qoymaq üçün orqanayzerdir, yəni səyahət üçün. Əslində yaxşı idi, yəni bəyənərək almışdım, ancaq bağlamağında çətinlik çəkirdim. Yəni bağlamağında da, açmağında da çətinlik çəkirdim. Çox belə bir qəribə uyuşmazlığı var idi. Bunu da qaytardım. Başqasına aldım daha sonra, amma başqasına aldım yenə bunun kimi böyük orqanayzer almadım. Kiçik fırça başlığı üçün olanları aldım. Bu da ət döymək üçün olan alətdir. Yəni də bunda ətraflı izaha ehtiyac yoxdur məncə. Yaxşı idi bu da. Bəyəndim, bunu saxladım, istifadə edirəm bunda. Bu arada mən hansı məhsulları ki, geri qaytardım, onların kodlarını yerləşdirməyəcəm. Çünki özüm bəyənməmişdim, sizə də məsləhət görmürəm almağı. Yəni olmasa da olar onların kodu. Bu da dədə-baba kompot açanlarımızdan. Deyirsiniz ki, indi burada da var, buradan alın. Yəni sifariş eləmişkən elədim, oradan qiymət də münasib idi. Aldım. Daha əvvəl də birini almışdım, zəif çıxmışdı. Yəni buradan yox, buradan almışdım, daha doğrusu mağazadan, Temudan yox. Zəif çıxmışdı, o tez əyildi. Burada sərtliyini yoxladım, yaxşıdır, saxladım, istifadə edirəm sevə-sevə. Amma bu da boyalardır, zərli boyalar. Mən bir şəkil çəkmək istəyirdim. Orada qızılı boya lazım idi mənə, metalik qızılı. O da sırf o qızılıya görə bütün bu rəngləri aldım. Çox qəşəng görünürlər. Düzünü desəm, mən daraq təmizləməkdə çətinlik çəkirəm. Ona görə də belə fırçalar almışdım daraq təmizləmək üçün. Bunlar da yaxşı çıxdı. Yəni biri plastikdir, o qara olan, digərləri dəmirdir. Burada yaxından da göstərirəm. Bu dəmirdir. Yəni dəmirin biri də olsa kifayətdir. İkisi demək olar ki, eyni funksiyanı görür. Bir plastik, bir dəmir olsa daha yaxşı olardı. Yəni üçlü idi, üçlü aldım, kili yox idi. Bu termo çantanı da çox bəyəndim. Yəni istifadə elədim. Aldığım vaxtdan bir müddət sonra dənizə getdik. Orada istifadə elədim. Düzü mən günəşin altında saxlamadım, amma günəşin altında da saxlasam məncə yaxşı işini görərdi. Mən bilirsiniz necə çadırın içində, amma qum isti idi də, qumun üstündə qalmışdı. İçərisində soyuq sular var idi, sərin sular var idi. 1 saat, təxmini 2 saat mı sonra biz açdıq çantanı, yaxşı soyuq qalmışdı. Bu ətirli yağları mən difuzor üçün almışdım. Difuzor mu, aromatizator mu, bilmirəm onların fərqi var yoxsa yox. Aromatizator deyəndə həmişə çaşıram. Onun üçün almışdım. Bunu düzdür qaytarmanı eləyəndən sonra istifadə elədim, amma bilsəydim ki, yaxşı deyil, bunu da bir yerdə qaytarardım onlardan. Nəyə görə? Çünki başımı ağrıdırdı qoxusu. Düzdür, qoxusu yaxşı idi, amma hiss edirdim ki, başım ağrıyır onun qoxusu. Yəni qoxusuna bilmirəm, içində nə maddə var idi. Tərkibinə də baxmadan sifariş elədim əslində. Bu tərliklər də normal idi, yəni. Nə wow deyəcəyim qədər yaxşı idi, nə də ki, belə qaytaracağım qədər pis deyil idi. Yəni normal idi. Aşağısı keçə deyirlər, deyəsən keçədən idi. Amma bir neçə dəfə yuyandan sonra o içindəki, yəni alt taban tərəfində olan hissələr başladı topalaşmağa. Mən bir də sizə bir trik verim. Temudan sifariş eləyəndə istədiyiniz məhsulu səbətə atırsınız. O səbətə atdığınız məhsulu daxil olanda yuxarıda foto işarəsi var. Onun üstünə basanda sizə ən uyğun qiymət, yəni ən ucuzdan ən bahaya, ən bahadan ən ucuza belə qiymətləndirməyə uyğun olaraq eyni məhsulu göstərir.
Əgər tapmaqda çətinlik çəksəniz, mən yazarsınız, deyərsiniz, deyəndə yazarsınız aşağıya. Mən sizin üçün ətraflı video çəkərəm. Bunlar bilirsiniz nədir? Orqanayzer qablardır. Mən buzluq üçün istifadə edirəm bunu, düzdür, gündəlik istifadə eləmirəm. Buzluğa nəsə yarım fabrikatlar hazırlayanda onun içine doldururam, buzluğa qoyuram ya da ət məhsulları olanda bunun içərisinə qoyub buzluğa atıram. Bunu da qaytarmadım, istifadə elədim. Bunun deməli bir dəfə mən Trendyoldan sifariş eləmişdim. O bunun daha yaxşı çıxmışdı. Əslində belə şeyləri daha çox Trendyoldan alsanız daha sərfəli olar. Burada qırıq gəlibdi. Bu daha nazikdir. İndi burada göstərirəm deyəsən. Trendyol'dakı daha möhkəm idi. Bu daha nazik idi. Bunun hətta istifadə edəndən sonra ikisini qırdım. Sonra, yəni 3 dənəsiz ay oldu, 10 dənəli idi. Amma Trendyol'dan aldığım hələ də hamısı sağlam qalır. Yəni sırf buzluq üçün istifadə edirəm mən bunları. Görürsünüz, açılmağında da çətinlik çəkirəm, amma qaytarmadım. Bunları da saxladım. Yəni gündəlik istifadə eləmirəm deyə işimə yarayar deyə düşündüm. Bu sifarişimdə bir budur, bir də ətirli yağ. Hər ikisini də almaqda tərəddüd edirdim. İkisi də gözləntimi qarşıladı, yəni ikisi də yaxşı çıxmadı. Düzünü desəm, mən həmişə belə çox qaytarma eləmirəm sifarişlərdə, amma bu dəfə nəsə yaxşı olmayan məhsullar gəldi. Mən ona görə belə çox məhsul qaytardım. Amma qaytarma eləsəz əgər, birinci qaytarmanı pulsuz edirsiniz, yəni bir sifarişə aiddir bu. İkinci dəfə qaytarma eləsəz 5 manat ödəyirsiniz. Ona görə çalışın ki, hamısını bir yerdə qaytarasınız. Bu tort bəzəmək üçün olan alətlərdir. Yəni tort deyil, təkcə ümumiyyətlə şirniyyatda və yaxud da ki, başqa bir duzlu yeməklər hazırlayanda da, məsələn, mən peçeniya hazırlayanda da forma verirəm, duzlu peçeniyalar. Yəni işimə yarayır. Bunu da çox sərfəli qiymətə almışdım. Neçə parça olduğu tam yadımda deyil. Şəklini yerləşdirərəm, neçə parça olduğunu da görərsiniz oradan. Səhv eləmirəmsə 28 manata almışdım. Yəni qiymətini də yerləşdirərəm, neçə parça olduğunu da yerləşdirərəm hamısını. Məsələn, 50 ədəd kağız var idi, keks kağızları, bir dənə belə tortun arasını kəsmək üçün saplı olan hissə. Bu tortu çevirmək üçün plastik. Plastik də amma yoxdur, olsun da, yəni tez-tez istifadə eləmirəm. Bayaq danışanda, yəni səsləndirmə eləyəndə orada bir arada göy getdi. O göy tortu kremləyəndə həm yandan, həm də üstdən forma vermək üçün yaxşıdır. Yəni onu quraşdırırsınız. Mən orada quraşdırmadım, çox vaxt gedir. Quraşdırandan sonra həm paralel, həm də perpendikulyar belə durur. Siz tortu orada çevirəndə qəşəng forma verir. Yəni çox kremləyəndə də əziyyət çəkmirsiniz. Burada da krem sıxmaq üçün torbalar var. Bu da 100 ədəd idi, səhv eləmirəmsə. Yəni çox sərf eləyirdi. Krem torbaları, sonra 2 spatula çıxdı bayaq, onu da səsləndirmədə qarışdı. Bu bilirsiniz nə üçündür? Qızılgül forması verirlər ya, onun üçündür. Belə qızılgülü burada yığırsınız, sonra da bu qayçı ilə aşağısından kəsib belə götürürsünüz. Onun üçündür. Bunlar da başlıqlardır. Bilirsiniz, yəni bunlar da izah eləməyimə ehtiyac yoxdur məncə. Bayaqki şəffaf torbalar tək istifadəli idi, krem torbalar, amma bunlar uzun müddətli, yəni bir neçə dəfə istifadə eləmək olur. 2 dənə idi bundan da, 2 ədəd. Sərtliyi də yaxşı idi, yəni möhkəm idi. Bu videoda gördüyünüz bütün məhsulların hamısını bir linkdə toplayıb aşağıda yerləşdirəcəm ki, sizə rahat olsun tapmaq. Bir də içində belə təlimat vərəqi var idi. Bu üzündə kremlərin hansı krem başlığının hansı forma verdiyi, bu üzündə də ki, tortu kəsmə alətini necə quraşdırmaq lazımdır, onu göstərirlər. Burada da bunun necə fırlandığını göstərəm. Belə görünmür, sonra kağızı üstünə qoyub belə fırladıram. Burada da kağızı üstünə qoyub fırladıram ki, yəni problemsiz rahat fırlanır. Gəldik əsas məsələyə, bu tərəzini mən necə pulsuz aldım. Deməli, hazırki qiymətinə baxıram, 37 manatdır. Mən isə necə aldım? Temuda hədiyyə qazandınız deyə bir fürsət gəlir. Ora seçəndə siz hədiyyəni seçirsiniz. Hədiyyəni seçəndən sonra o hədiyyənin qiymətinə uyğun olan müəyyən bir məbləğ qarşılığında bir bağlama sifariş eləməlisiniz ki, o sizə pulsuz gəlsin. Məsələn, mən bunu pulsuz aldım. Digərlərinin ödənişini elədim. Bu amma mənə ödənişsiz gəldi. Yəni hədiyyə kimi gəldi mənə.
İstifadə elədim. Yəni istifadəsi də çox rahatdır. Yəni buradan bateriyasını taxdım. İndi bu yanında bateriya yox idi. Getdim bu əl tərəzisinin bateriyasını gətirib taxdım buna. Yoxlamaq üçün. Yaxşıdır, yaxşı işləyir. Yəni hələ də işlədirəm bunu. Əgər videomu bəyəndinizsə, like etməyi və kanalıma abunə olmağı unutmayın. Şərhlərdə bu videodakı məhsullardan ən çox hansını bəyəndiyinizi yazın və yaxud da ki, Temudan daha hansı məhsulları sınamağımı istəyirsiniz, yazın, paylaşın. Dəstəyiniz mənim üçün çox dəyərlidir, çünki bu mənim ilk uzun videomdur. Növbəti videolarda daha maraqlı açılışlar və alış-verişlər olacaq. Özünüzə yaxşı baxın, növbəti videoda görüşənədək.